Salamlar. Keçən il sizin yanınıza gəlmişdim. Həqiqətən də mənim saçlarım çox bərbad gündə idi də, saç qanlar çox oldu. Siz də görmüşdünüz. Amma həqiqətən sizin yanınızdan gedəndən sonra, yəni mənim saçıma hamı baxıb deyirdi ki, həqiqətən saçlarım özünə gəlib də canlanıb. Sonra mən sizin yanınıza gəlmədim, başqa ustanın yanına getdim, səhv elədim. Həqiqətən, onda da yenə mən hər gün saçımı ütülüyürəm, yenə yanmışdı da, amma həqiqətən heç gün 3 dəfə getmişəm, sizin kimi eləyə bilməkdə saçlarım. Bir dəfə olmuşsun məndə. Bəli, bir dəfə olmuşam. Həqiqətən, sizin yanınızdan gedəndən sonra elə saçımın uzandığı pis budur da. Başqa ustanın yanına getdim, elə bir ki, saçım küsmüşdü. Əlimizin yüngüllüyünü hiss eləmişdiniz. Bəli, sizin əlinizin yüngüllüyünü hiss eləmişdim və ətrafındakı hamı deyirdi. Mənim saçımda uzanan bir saç deyildi də, amma sizin yanınızdan gedəndən sonra saç qanlar tərtəmiz olmuşdu. Ona görə də saçlarım uzanırdı. Bu hadisələrlə gün ərzində çox rastlaşırıq. Xanımlarımız ola bilir, məsafəyə görə yanımıza gələ bilmirlər, vaxta görə yanımıza gələ bilmirlər, başqa ustalar seçirlər. Yenidən yaxınlaşırlar ki, Tural bəy, yenidən siz dediniz, sizin əlinizin mümkünlüyü kimi heç bir yerdə tapa bilmədim. Təbii ki, bu müştərilərin bizə dediyi geri dönüşlərdir, xoş sözlərdir. Bu saçlara saç kranları ara-ara videolarda görəcəksiniz, göstərəcəm sizə. Gözləmədə qalın, nəticədə paylaşacaq sizlərlə.